Одним из самых известных азербайджанских поэтов является Низами Гянджеви, XII век. Его поэмы, такие как «Лейли и Меджнун», «Хосров и Ширин», «Семь красавиц» и другие, являются шедеврами мировой литературы. Ну, я знаю эти шедевры. Просто на азербайджанском можешь Азербайджан dilinde şiir diyebilirsin или нет azerbaycanskого языка? Dazdır, Azerbaycan Sasunan Osu Azerbaycan dilindədir. Bu ölkənin adidir. Bəs Baska nə demək istəyirsiniz? Mən demək istəyirəm ki, bülbül gül üçün çəkəndə nalə, dərdinə dəva olarmı lalə? Xosrov deyirəm ki, Bu mənə... Azərbaycan dilində sərçəkimilər dəstəsinə ayıq güzel səsiyle tanıyan Verkus deməkdir. Bülbül. Raspildən tərcüməsi Solovey Oler. Подальше немножко, не перебивай меня. Bacıslayın. Sayzi narahat etdiyim ukan. Mən sadəcə Salini zatam və dəqiq cavab vermək istəyirdim. Hə, yəni Məhəmməd Füzuli də Leyli Məcnunu yazıb, ondan bir kuplet, bir bənd demək istəyirdim, sənə imkan vermədim. Onlayn sosu Azərbaycan dilində də eyni mənada işlədilir, yəni internetə bağlı, şəbəkədə olan deməkdir. Məsələn, mən Indian Leynam. Ya сейчас online. Bəxtiyar Vahabzadənin Axı Dünya Fırlanır şeirini bilirsən? Qız Azərbaycan dilində error verdi.